Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve şedən la ilahe illallah vahdehu la şerike leh ve yetevella salihin. Ve şedən Muhammeden abduhu ve rasuluh. Ve sallallahu aleyhi ve sellem. Salaten ve selamen daimeyn mutelazimeyn ila yevmiddin. Allahümme enfa'ni bima allamtani ve allimni ma yenfa'ni ve zidni ilmen. Dedik ki, təvəkkül nədir? Etimad. Təvəkkül etdinsə də nəyə sadiq qalmalısan? Həmən o etimada, yəni sadiq qalmalısan. Dediyinə sadiq qalmalısan. Yəni təvəkkül haqqında geniş danışmaq olar. Şeyx keçən dərs gözəl açıqladı. Şeyx Hüseymin Rahiməhullah. Yəni həqiqətən təvəkkül ibadətlərin əsaslarından biridir. Bilir ki, nə ibadətidir? Qəlb, əhsən, qəlb ibadətidir. Sonra gətirir ki, ən yətəvəqqəl təvəkkül-i itimədi və təabüd və hədə şirkül əkbar. Deyir ki, başqasına olan təvəkkül bu böyük işlərdəndir. Başqasına. Necə olur o? Kən yə'təmdə bəənnə hədə mütəvəkkül aleyhi vəlləzi yəclibu ləhu kullu xeyri və yədfə anhu kullu şər. Deyir, bu onu qəsd edərək deyir ki, mən deyir Allaha yox, filan kəsə təvəkkül edirəm, o məndən xeyri, o mənə xeyri verib və məndən şəri dəf edəcəkdir. Hə? Bugün hansı ki, daşlara, ağaçlara və başqalarına nəyinə təvəkkül edənlər, hətta bəziləri pula belə təvəkkül edir ki, odur mənə xeyri gətirib, odur məndən şəri dəf edən. Və bunlar haqqında hətta Peyğəmbər sallallahu aleyhi və səlləm deyib, təisə abdud dinar, təisə abdud dirhəm. Elə deyilmi? Əl-hədiz, dinarın qulları və dirhəmin nəyi? Qulların oldu? Məhv oldu, həlak oldu. Yəni bu onu artıq etiqad edir ki, onun həyat yaşayışını tənzim edən vəsaitdir. Necə ki, Qarun bunu bu cür etdi, özündən gördü və ona təvəkkül etdi. Ondan da nə oldu? Məhv oldu. Və ona görə də insan sadəcə bu dünyanı nə olaraq qəbul edəcəkdir? Səbəb istifadə edilir ki, hansı ki, bu dinini yaxşı yaşamaq üçün. Dinini gözəl yaşamaq üçün. Bu niyyətdən. Ki, yəni ki, bir nədir? Dini yaşamaq üçün bir səbəbdir. Ona görə deyir, şeyx gətirir ki, bu deyil, böyük bir şirkdir, əcəl edərsənsə. Fəyəfudu əmrahu iləyhi təvfidən kəmilən fi cəlbi mənafi' və dafi mudar mə iqtiran zəlikə min xəşyəti və rəcə. Çünki deyir, burada artıq əgər bu cür qəsd olunarsa da, burada həm qorxu və həm də eyni zamanda nə var? Qorxu bərabər nə ilə gəlir? Əhsən, ümidlə. Demək, əgər təvəkkülü Allahdan qeyrisinə edərsənsə, bu cür, həmçinin orada qorxu olacaq, həm də ümid olacaqdır. Qorxacaqsan ki, ruzim gedərsə, məhv olaram və ümid edəcəksən ki, o ruzi məni həll edəcək. Ahirətim belə həll edəcək. Haşa, bu da nədir? Böyük qatağımız ki, ruzi insanı ki, gəlir, bəzi imtihanlar baş verir. Necə Abbaqır radiyallahu anh deyərdi, bizim deyir, yəni mal dövlət olmayanda elə də sıxılmırdıq. Gedib oğru elə edəyəsi deyir ki, xeyr, təvəkkül edik, rahatdır. Var dövlət gəldikdə artıq sıxılırdıq ki, ağır imtihanlardır. Neyniyəcək? Və ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm həməşə deyərdi ki, yəni əgər istəsəydim, hədislərdə də varid olub, Rəbbimdən istəsəydim deyir, bu cür var dövlət, Məkkənin dağlarını mənim üçün əhsən, qızıl edərdi. Yəni bu məşhurdur. Ona görə də istəməzsinizmi, ya Umar, dünya onların, ahirət bizim olsun. Ona görə təvəkküldə qəlb ibadətidir, oynadır. İnsanı hansı ki, xilası oynadır. Bəs diqqətli olmaq lazımdır. Təvəkkül məsələsində, xüsusən də var dövlət gələndə diqqətli
Və həmçinin bu cür dualar etmək lazımdır. Allahım, bizi azdırıcı varlıqdan qoru və pis kasıbçılıqdan da sənə sığınırıq. Və həmçinin azdırıcı varlıqdan və pis kasıbdan sənə sığınırıq. Bu cürdə eləyə bilərsiniz. Ya sonra şeyx gətirir ki, bu mühim məsələlərdə وَلَا فَرْقَ بَيْنَ أَنْ يَكُونَ مُتَوَكِّلْ عَلَيْهِ حَيًّا وَمَيِّتًا لِأَنَّ هَذَا التَّوْفِيدْ لَا يَصِحُّ إِلَّا لِلَّهِ. Fərqi yoxdur. İstəyirsən bunu diriyə et, istəyirsən ölüyə et. Bu cür təvəkkülü heç bir halda məqbul olmayan bir şeydir. Bilmək lazımdır. Bunu yalnız Allaha təvəkkül etmək. Bu ibadət növü qısa. Yalnız Allaha məxsusdur. Sonra gətirir ki, ən yetəvəkkəl alə qeyrilləhi bi şeyin minəl-i'timad, lakinnə fi imani bi ənəhu səbəb. Və ənəl əmrə ilallahi kə təvəkkülü kəthiri minəl-nəz alə mulukul vəl-umara fi təhsili məəşim. Həzə nəvu minəl-şirkil əsğar. Birinci dediyimiz nə idi? Böyük şirk, Aleksandrullah. İkinci nə idi? Deyir ki, insanlar var ki, etimad edir ki, bu hər biri Rəbbimdəndir. Lakin deyir, bəzi hallar var ki, deyir ki, məliklərə, əmirlərə biraz neynəmək lazımdır? Təvəkkülü yaxınlaşdırmaq lazımdır. Bu da kiçik şişdir artıq. Kiçik şişdir. Yəni Allahdan görür, lakin neynir? Bir balaca qəlbdə esfqazinak eləyir, biraz soyuqluq eləyir, insana yönəldir. Bu deyir, nədir? Kiçik şişdir. Millətdən çıxartmır. Üçüncüyə gəldikdə insan var ki, deyir, alış-verişini öz nəybinə, yəni ki, öz şərkinə deyir ki, yəni lüğəti məna olaraq da ona həvalə etdim. Biz bildik ki, tövhidi, təvəkkülün mənalarından biri nədir? Təvfid, yəni həvalə etmək. Yəni deyirsən ki, o mal dövlətimi, ticarəti filan dostuma həvalə etdim. Burada problem yoxdur. Bu caizdir. Ümumiyyətlə, istifadə edirsiniz bu sözü? Dəfələrlə. Elə deyilmi? Lüğəti mənada istifadə edirsən də. Deyirsən ki, bu boyda malı neynədin? Dostuma həvalə elədim deyə. Yəni, burada caizdir. Burada problem yoxdur. Sonra gətirir ki, bu deyir artıq məsələlərdən odur ki, sən deyir elə bir qüvvəyə təvəkkül edirsən ki, o qüvvə həyyun və eyni zamanda lə yəmud. Daimi deyir, heç vaxt ölmür. Bu da təvəkkülün qısa olaraq əksidir. Biri var etiqad olunan əsas, bir də var əksi. Tövhid var, əksi var. Əksi nədir tövhidin? Əhsən. Tövhidin əksi nədir? Şişt, hər bir şeyin əksi var. Cənnət var, əksi. Gecə var, yəni hər bir şey. Qadın, kişi, insan, hamısın. Hər şeyin nəyi varsa da bunda əksi var. Həmçinin tövhid. Rəbbinə öncəki dərsdə necə təvəkkül etmək lazım idi, onu açıqladı. Qısa olaraq da nəyini? Əksini açıqladı. Və sonra gətirir ki, وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ. O, alim və həkimdir. Əsma isimlərindən. Səbəqə tə'rifu ilm və səbəqə ənəl ilmə sifətü kəməl və səbəqə ənəl ilm Allah muhidun bi kulli şey. Biz bildik ki, keçən səfər Allah Subhanahu taalanın elm sifətini keçdik ki, onun elmi hər bir yeri əhatə edir. Yəni, burada qısa olaraq deyil, yəni təfsilata ehtiyac yoxdur. Bunu ayət kürsüdə də nədir? Geniş şəkildə keçdik. Həkimə gəldikdə, hədə məddətü tədullu alə hukmu ihkam. Fəalə əvvəl ən yəkun el-həkim bima'na hakim və əl-thani ən yəkun el-həkim bima'na muhkim və izə yədullu hədə l-ism kərimə alə ənə l-hukmə lillahi və yədullu alə ənə Allah mafsun bil-hikmə ləənnə l-əhkamil huvəl-itqan və-l-itqan ما شيء في موضع وفي الآية إثبات حكمه وإثبات الحكمة فالله عز وجل وحده والحاكم والحكم الله إما كوني وإما şər'i. Hakim məsələsinə gəldikdə isə Allah Subhanahu və Teala bunun çox mənaları var ki, onlardan da ikisi əsasən hakimdir. Yəni hökmünün
üstünlüyündən xəbər verir və həmçində ona dəlalət edir ki, o hikmət sifəti ilə sifətlənibdir. Hakimdir və həmçinin hikmət sifətinin nə inibdir? Sifətlənibdir. Hakim nədir? İsmi Əl-Hakim. Keçirsiniz? Əl-Hakimu, Əl-Halimu, Əl-Hamiyyu, Əl-Haddu, Əl-Hayyu, Əl-Qayyum bu şeylərin nədir? Arxasında gəlir. Aleykümselam. Lakin sifət olaraq nə verilir? Nə olur? Bil hikmə, hikmət. Hakim adıdır, sifət olaraq hikmət. Aydın oldu mu yəni? Bu iki qismə bölünür. Bu iki qismə bölünür. Hamıya yer var, yerləşdi ama? Əlhəmdülillah. Eşidilir, orası səs gəlir? Əlhəmdülillah. Deyir ki, biraz incədir, biraz diqqətli olaq. Var şəri hökm, şeyx gətirir ki, vəl-hukmullahi, Allahın hökmü immə qavniyyu, kövni hökmdür, və immə şər'iyyu və həmçinin şəri hökmlərdir. Və fəhukmullahi şər'iyyi mə cət bihi rusuluhu və nəzələt bihi kutubuhu min şər'id din. Burada şəri, Allahın şəri hökmü dedikdə qəsd olunandır, rəsullarla nazil olan kitablar və dində olan şəriətdir, qanunlardır. Başa düşdük? Şəri hökm dedikdə Peyğəmbərlərə aleyhimussələm nazil olan kitablar və həmçinin dində nazil olan və əmr olunan nədir? Şəriət hökmlədir. Şərə sözün mənası qanun deməkdir. Aydın oldu mu? Qanun deməkdir. Və hukmullah qavni, amma kövni hökmə gəldikdə mə qadahu alə ibadihi min xalqi və rizqi və l-həyə və l-məvd və nəhv zəlik min məani rubiyyəti və muqtadayətihə. Aleyhissalatullah bikən. Kövni hökmə gəldikdə Allah subhanə və teala qulunun yaratması, onun ruzisini verməsi, onu diriltməsi, diri saxlaması və ya öldürülməsi, bunlar hamısı daxildir nəyə? Kövni hökmlərə. Elə deyilmi? Kövni hökm deyəndə biraz da dərinə geçsək, Allah subhanə və səhih hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, əvvələ xaləqəllahu qaləmə və qalə uktub, qalə Rabbi mədə əktub, qalə uktub ilə məqadiru ilə yevmil qiyamə. Qısa deyirəm hədisi. Hədis deyir ki, ilk dəfə Allah subhanə və teala, bir də xaşi olaraq deyim, bu ixtilafdır. Kimisi deyir, hədisdə arş yaranıb, birinci, kimisi deyir, nə? Qələm yaranıb. Qısa olaraq deyir, Allah subhanə və teala əvvəla qələmi yaratdı. Və dedi, ona yaz. Dedi, ya Rab, nə yazım? Dedi, qiyamətə qədər nə varsa, hər şeyin nəyini yaz? Qədərini yaz. Qələmlər qurudu, sufuflar qalxdı. Bunun hamısı nə? Səhih hədisdir. Məsələ oradan gedir ki, kövnü %100 baş verən bir şeydir. %100 olacaqdır. Çünki Allah subhanallah onu levh-u məhfuzda neynədi? Əmir etdi. Şəri qədərə gəldikdə Allah istəyir bunun olmasını. Məsələn, Allah subhanə və teala Əbu Bakrın istər kövni qədərdə, istər şəri qədərdə müsəlman olmağını istəyib. Baş verdi? İndi sual. Allah subhanə və teala istər kafiri, istər müşriki, istər münafiqi, istər fasiki, zalimi, istər müminin fərqi yoxdur. Hər hansı birini şəri əhkamlarında Peyğəmbərlərin aleyhissalam və ya onların gətirdiyi şəriətdə istəyirdi mi kimsə kafir olsun? İstəyirdi. Amma sevmir. Şəridə. Şəri qədərdə var, istəyirdi kafir. Allah subhanə və teala Peyğəmbərləri nazil etməkdə. Hədəf nə idi? Kafirlikdən qurtulsular deyəcəm. Demək, bu boyda 124 min, bəzi rivayətə görə 200 min gələn Peyğəmbərlər, rasullər və onların nəyləri, dəvət ümumiyyətlə
qayıtdıq sahabələr, hamısı. Bunlar nəyə dəvət eləyir? Şəriətə dəvət eləyir, haqqa dəvət eləyir, deyilmi? Bunları Allah Subhanahu va Taala peyğəmbərlər öz dinində, qısaca deyək, öz şəriətində istəyirdimi kimsə kafir olsun? Əbu Ləhəbin kafir olmağını şəriətdə istəyirdimi? Lakin kövnü qədərdə nə oldu? İstədi. Aydın oldu mu? Yəni burada qəsd budur. Şəhəri qədərdə Allah kiminsə kafir olmağını istəmir. Hamının nəyə görə göndərilib o peyğəmbərlər? Neynəsin? Tövhidə. Hara qaydırıq? Və ləqad bə'atnə fi kulli ummətin rasulən ən ya'budullaha və ictənibut tağut. Allah bütün ümmətlərə rasullar göndərdi. Niyə? Allaha. Bu nöqtədir. Aydın oldu mu? Bu nöqtə. Aydın oldusa qardaş. Başa düşdün inşallah. Səndən. Və məsələ budur. Şəhəri qədərdə Allah kiminsə kafir olmağını istəmir. Lakin kövni qədərdə artıq yazıldısa da bu kafirdir, yazıldısa da bu mömindir, mömindir. Ya sual çıxır. Niyə? Birinin qədəri bu cür yazılıbdır. Bu nağardır ki, bunun qədəri yazıldı ki, bu kafir olacaq. Məşhur suallardandır. Niyə qədəri bunun yazıldı ki, evi yanacaq? Allah bilirdi da. Niyə qədəri belə yazıldı ki, belə olacaq? Nöqtə bir dənə cavab. Nöqtə. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, ilk dəfə onların ruhunu yaradanda ruhları söz verdi ki, ya Rəbb sənə ibadət edəcək. Sonra Sözlərindən özləri çıxdı. Sözlərindən döndü. Əgər ağır idisə ibadət, ağır idisə Quran, niyə götürdün? Çünki Allah Subhanahu Haşr surəsində buyurur, əgər biz Quranı dağlara nazil etsəydik, parça-parça olardı. Parça-parça. Ey insan, onda niyə götürdün sən? Sən götürdünsə artıq nə etməlisən? Əməl etməlisən. Yəni, heç kim bəhanə gətirməsin. Aydın oldu mu? Söz veribsən, özün əməl etməlisən. Sözündən özün nə edin? Çıxdın. Yəni, bu qiyamət günü kimsə deməsin ki, ya Rəbb, mən yazdırdım. Bu hüccətdir. Çatdın oldu mu? Bu açıq aydın nədir? Nöqtədir. Ona görə gətirir ki, bu şəhəri nədir? Əhkamlar da o ki, onun ruzisini yazması. Onun nerede var? Bu şey bilirik ki, harda ölüb, harda qalması, cəhənnəmi o, cəhənnətimi o. Bunlar hamısı nədir? Orada yazılır. Sonra bunu dəlil olaraq gətirir ki, bax deyir, dəlil Allah buyurur, Zəlikə hukmullahi yəhkumu beynəkum. Mümtəhinə surəsində Zəlikum hukmullahi. Bu sizin üçün Allahın nə idi? Hökmüdür. Yəhkumu beynəkum. Sizin aranızda bunu nədir? Hökm etdi. Nöqtə. Bu qədər Allahın hökmüdür sənin aranda, sizin insanlar arasında hökmünü verdi, qutardı. Yəni sən bura müxalif nədir? Çıxa bilməzsən. Və sonra gətirir ki, Əleyhisallahu bi əhkəmil həkimin, məyəmdir hakimlərin hakim Allah deyilmi? Ha? Nə deyirlər onda? Nə deyirlər onda? Bax, bir yana deyim, qayda yadda saxlayın. Əgər inkarla isbat gələrsə də bu cür deyilmi, elə deyilmi, bu cür deyilmi gəldikdə heç vaxt hə, bəli deyimsən. Deyərsənsə də təsdiqləyirsən ha. Nə deyirsən? Əlbəttə. Yəni, bələ. Qrammatikada. Əleyhisallahu bi əhkəmil həkimin. Bu, bir də harası, başqa bir ayədə də var idi. Bir neçə ayədə var, gəlir belə. Əhsən. Əleyhisallahu bi əhkəmil həkimin deyildi. Sünnədədirsə, hətta Quran oxuyanda qısa olaraq atsa, yavaş səsdən bələ deysən. Bunu deyənlər var. Gəlib deyil. Ola biləsə, hədisə zəif deyənlər də var. Amma əməl eləyənlər çoxdur. Sonda Əleyhisallahu bi əhkəmil həkim deyəndə özün-özündə neyinsən? Bələ deyib neyinsən? Əlbəttə, təsdiqsən. Nəam desən ərəb dilində, ayəni şey deyirsən, inkarı təsdiqləyirsən. Baxın, burada incəlik var. Nəam deyərsənsə ərəbcə, həqiqətən deyirsən ki, elə deyil, hakim deyil. Amma bələ desən, hə, elə deyilmi? Deyirsən, bəli, elədir. Burada, yəni, qrammatik bir dənə nə var? İncəlik var. Və həmçə buna bələğat deyirlər.
Və bu şeylərə diqqət eləmək lazım. Bu həşiyyətən qırağa qısa olaraq nədir? Fayda olaraq dedim. Bəli. Və sonra cədə və şəmil qavni və şər'iyyə fə Allah yəhkumu bi hukmun qavni və bil hukm şər'iyyə və huwa aydan muhkimun ləhumə fə kullu min hakimeyni muvafiqun lil hikmə. Və deyir ki, hər bir halda istər qövni olsun, istər şəri olsun, Allah subhanahu və teala bunların nədir? Muhkimidir, yəni hökm verənidir. Və həmçinin bunlarında da nədir? Lil hikmə, onun nəyi? Hikməti var. Hikməti var. Yəni, qısa olaraq götürək də, yəni belə hikmət baxımından sadəcə buna bir balaca fəhim düşünmək lazımdır. Bax, Ömər radiyallahu anh da Peyğəmbər s.ə.və qarşı çıxdı. Elə deyilmi? Əbu Ləhəb də çıxdı. Çıxmağında kim üstünlük təşkil elədi? Görsən ki, hikmətə bax, Allah ona hidayət verdi, buna yaxın. Bax, bunlarda da hikmət var, ha. Bax, bax. Nəcaşiyə də bax, Herakla da bax. İkisinə də verdi, amma biri neynədir? Qəbul etmə, hətta biri qorxudan belə olsa belə, qəlbində neynədir? Zahirən kafir idi görünürdü, elə deyilmi? Gedirdi, amma qəlbdə neynədir? İmanını saxladı. Niyə? Bax, ona layiq idi. Bax, bunlar hamısı Allahın nə idi? Hikmətindəndir. Bax, ona görə Şeyx Hüseyin Rahiməhullah şərh edərək gətirir ki, bunların şəri qədər olsa, kövnü qədər olsa, belə deyək də, şəri hökm olsa və yaxud da kövnü hökm olsa, nətərsiz başa düşün. Bunlarda hər ikisində də Allahın hikməti var. Kimin necə olmasında nə var? Allahın hikməti var. Yəni, heç nə boş yerə deyil. Aydın oldu mu? Və sonra gətirir ki, bunların hər biridir, anlanırsa, əməl olunarsa da, hər biri səməradır. Yəni, bir meyvədir, bir bağdır ki, nəsə ondan sən dərirsən. Və sonra gətirir ki, o alimul xabir, həmçinin bilən və xəbərdar. Bax, bu nədir? Bu çox maraqlı bir şeydir. Sadəcə bəziləri qəribə, yəni başa düşürsə, hər şeydən xəbərdar olandır. Və Allah subhanətələ bilir. Bilir. İnsan danışdığını bilir. Elədir mi? Bunda xəbər nə idi? Xəbərdardır da, xabir. Bilirsə, niyə xəbərdardır gəlir? Buna bir dənə fikir verir ki, Şeyx Hüseyin necə gətir, rahiməhullah. Əl-alim, səbə qələmi fi. Yəni, ehtiyac yoxdur bunu deyib təfsilata gitməyə. Alim sözünü bilirik. Bilən. Elə deyilmi? Öncəki şeylərdə, ayələrdə və ya dərslərdə onu geniş keçmişik. Əl-xabirə gəldikdə və hu alimu bibəvatinil umur. Deyir ki, alim biləndir. Amma xabirə gəldikdə isə batində olanları belə biləndir. Gizlində olanları belə biləndir. Xəbərdardır. Yəni, sənin zahirində olanları danışığın, görməyin, söhbətin, bunu hamısı Allah Subhanahu bilir. Nə istəyirsən, kimdən nədir? Amma xabirə gəldikdə, xəbərdar deyəndə, yəni sən ey qul fikirləşməcilən ki, qəlbdən keçən Allaha xəbərdar deyil. Çatdı? Çətinə var bu da. فيكون هذا وصفا أخص به وصف عام فنقول عليم بظواهر الأمور. Yəni deyim, bunlar deyib başlıqda umuminin xüsusiyyədir. Alim umumidir. Xüsusiyə gəldikdə deyir, xabirdir. Yəni xəbərdar. Yəni ona dəlalət edir ki, Allah Subhanahu və Teala zahirdə olanları bilir, şək yoxdur. Həmçinin qəlbdən də keçənlərdən nədir? Bilir və eyni zamanda xəbərdardır. Aydın oldu mu? والخبير بواتن الأمور فيكون عالما بواتن مذكورا مرتين مرة بطريقة عموم ومرة بطريقة خصوص لئلا يظن أن علمه مختص بظاهرهما وكما يكون هذا في معاني يكون في أعيان ومثل تنزل الملائكة والروح فيها الروح جبريل وهو من الملائكة نقول الملائكة ومنهم جبريل وخص جبريل بالذكر شريفا له ويكون النص عليه مرتين مرة بالعموم ومرة بالخصوص. Misal olaraq deyir, gətirir ki, Allah Subhanahu və Teala Qadr surəsində deyir, Tənazzül mələikətə və ruh. Elə deyil, mələklər
və həmçinin ruh nə edir? Yer üzərində işini görmək üçün yer üzərində nə edir? Enir. Bax, niyə mələk eyni zamanda ruh gəldi, Cəbrail? İkisinin də adı eyni vaxtda gəldi. Mələk deyil məyəm? Umuminin xüsusiyə verdi. Ayəni endirdiyinə görə. Umuminin xüsusiyə, umumi mələkdir. Amma xüsusi olaraq xas neynədir? Çəkilir. Umumi hamısı mələklərdir. Amma xas olaraq bunu iminli mələklər nazil olur. Təbii ki, nazil olur. Amma biri nəyəsə nazil olur, biri nəyəsə nazil olur. Amma Cəbrail xas olaraq həm mələkdir, həm də ruhdur, həm də Cəbraildir. Xas olaraq nədir? Nazil olur. Umuminin nəyidir? Xüsusiyyəti. Bu misaldır. Allah Subhanahu alimdir, bilir. Xəbir isə xabir, yəni ki, xəbərdar olan umuminin xüsusi olaraq, yəni batinindən belə xəbərdardır. Çətinəsi var burada? Aydın oldu yəni məsələn. Və həzə ayəti min əsma'illah Teala alim və xabir min sifatihi li'ilm və xibra. Deyir ki, bax bunu yadda saxlayın. Allah Subhanahu və Teala'nın isimlərindən alim və xabir. Elə deyil mi? Əl-xabiru, əl-alimu. Bunlar isimləri. Bilən və xəbər. Buradan hansı sifətlər çıxdı? Əl-ilm, əl-ilmu vəl-xibratu. Yəni, xəbərdar olan. Əl-ilm vəl-xibra. Aydın oldu? Əl-ilm vəl-xibra. Və bunlar da nədir? Sifətlərdir. Qayda olaraq necə çıxır? Keçmiş ya bunu. İsimdən sifət əksi var. Sifətdən isim heç vaxt çıxa bilməz. İsimdən sifətlər çıxır. Sifətdən heç vaxt isim çıxa bilməz. Məsələn, məkr. Hilə edən. Sən Abdülməkr deyə bilərsən? Aydın oldu mu, qardaşlar? Yəni, bunu qayda olaraq yadda saxlayın, unutmayın. İsimlərdən sifət çıxır, sifətlərdən isə isim çıxmır. Və fiyhə min fəvaidil məsləkiyyə ənəl iman bizəlikə yəzidul mər'u xavfə minəllah və xəşyə sirrən və alənən. Bax, burada da deyir ki, bir dənə fayda əsas çıxır ki, insanın imanı, kişinin imanı qorxaraq, istər deyir gizdində, istər deyir aşkarda deyir, neyiniyir, qorxarsa da deyir, artır. Yəni, sən Allah xabirdir, qəlbimindən keçəni belə bilir, qorxaraq çəkinərsənsə, imanın artmasından xəbər verir. Aydın oldu? Sonra başqa bir bab gətir, burada kifayətlənək. Allah subhanallah bizə faydalanlardan etsin. Subhanəkə Allah'a həmdik, əşhədu ən la iləhə illə əndə əstəğfiruka və etûbü ileyk.